Bircə gün susmağın sizə nə qədər xeyir olduğunu bilsəniz, mən elə gəlir ki, danışmağı uzun müddət tərk edərsiniz. Bundan əlavə, ölkəmizdə ilk meyitdən insana ürək transplantasiyası əməliyyatı icra olunub. Çox maraqlı xəbərlərimiz var bugün, diqqətiniz bizdə olsun. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır, studiyada Günel İbadovadır. Uzun illər mübarizədən, maarifləndirmədən, izah etmədən sonra nəhayət ölkəmizdə meyitdən insana orqan köçürülməsi qanunu qəbul edildi və artıq ürəyin də transplantasiyası icra edilib. Ümumiyyətlə, mentalitet, dini inanclar və başqa düşüncələrin olmağı, insanların fərqli düşünməyi əlbəttə gözəldir. Amma bir insan yaşayacaqsa, bunun üçün əlimizdən gələni etməli deyilikmi? Ümumiyyətlə, meyitdən insana orqan köçürülməsi ilə bağlı sizin düşüncələriniz nədir? Bu barədə mütləq bizə şərhlərdə yazın. Azərbaycanda meyitdən insana ürək köçürülüb. Azərbaycanda ilk dəfə meyit donorun ürəyi transplantasiya edilib. Beyin ölümü diaqnozu təsdiqləndikdən sonra mərhumun ailəsi yüksək humanizm nümunəsi göstərərək orqanları bağışlamağa razılıq verib. Bununla da Qafqaz regionunda ilk dəfə olaraq meyit donordan pasiyentə ürək transplantasiya edilib. Əməliyyat mərkəzi klinikada baş həkim professor Kamran Musayevin rəhbərlik etdiyi ixtisaslı tibbi heyət tərəfindən yüksək peşəkarlıqla icra olunub. Meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakininə köçürülüb. Xatırladaq ki, 2025-ci il fevralın 6-sında ilk dəfə Azərbaycanda beyin ölümü qeydə alınmış şəxslərin ailəsi tərəfindən orqanlar bağışlanıb. Nəticədə qaraciyər, böyrək və gözün buynuz qişa transplantasiyaları Mərkəzi Gömrük Hospitalında tibb üzrə fəlsəfə doktoru Mircəlal Kaziminin rəhbərliyi etdiyi tibbi heyət tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən 2002-ci il təvəllüdlü pasiyentə uğurla icra olunub. Sadəcə bir gün ərzində susmaqla əsəb sisteminizdə necə möhtəşəm bir yeniliklər baş verdiyini görə bilsəydiniz, yəqin ki, heç danışmazdınız, yəni bir gün ərzində. Amma çox maraqlı bir paradoks var ki, məcburi susturulduqda beyin tamamilə əksinə davranmağa başlayır. Maraqlı xəbərdir, yeni araşdırmadır. Birlikdə baxaq. Bir gün sus, xeyrini gör. Son elmi tədqiqatlara görə insanın bir gün ərzində bilərəkdən susmağı beynin fəaliyyətinə müsbət təsir göstərir. Bununla bağlı araşdırmanın nəticələri Psychology Today jurnalında dərc edilib. Alimlər bildirirlər ki, sakitlik zamanı beyində yeni hüceyrələrin yaranması neyrogenez prosesi aktivləşir və bu hipokamp adlanan yaddaş mərkəzində baş verir. Nəticədə yaddaş güclənir, öyrənmə qabiliyyəti artır və stress hormonu kortizolun səviyyəsi azalır. Mütəxəssislər qeyd edirlər ki, belə şüurlu sükut həm də zehni aydınlığı, emosional idarə etməni və diqqəti artırır. Hətta bir gün danışmamaq insanın özünü, münasibətlərini və həyat prioritetlərini yenidən dəyərləndirilməsinə kömək edir. Bununla belə alimlər xəbərdarlıq edirlər ki, əgər sükut cəza və ya manipulyasiya vasitəsinə çevrilərsə, bu artıq toksik davranış sayılır. Belə cəza kimi susmaq insanın özünə inamını sarsıdır, emosional zorakılığa və münasibətlərdə gərginliyə səbəb olur. Təsəvvür eləyin ki, evinizin qapısı döyülür və biri sizə bir məhsul təklif eləyir. Məhsulun isə istifadəsindən sonra dişləriniz ağappaq olacaq. Nəticə etibarilə siz də təbii ki, inanırsınız, Britaniya kimi bir ölkədə yaşayırsınız, burada fırıldağın olma ehtimalı yoxdur deyə düşünürsünüz, amma 4 dişiniz tökülür. Bu hadisədən sonra bir çox jurnalistlər, araşdırmacılar, eyni zamanda Britaniyanın səhiyyə rəsmiləri işin izinə düşüblər və nəticədə nə məlum olub? Məlum olanları eşidəndə özünüz də şoka düşəcəksiniz. Gəlin birlikdə baxaq və unutmayaq, dişlərinizin ağ olmağı yox, sağlam qalmağı daha vacibdir. Qanunsuz diş ağardılması sənayesi ifşa edilib. BBC-nin araşdırması Böyük Britaniyada hər yerdə pərakəndə satılan təhlükəli və qanunsuz diş ağardıcı məhsulların geniş yayıldığını üzə çıxarıb. Bu gellərin bəziləri qanuni həddən 500 dəfə çox hidrogen peroksid tərkibli olub və diş ətində yanıqlara, dişlərin zədələnməsinə səbəb olub. Araşdırma zamanı jurnalist saxta mütəxəssis sertifikatı əldə edib və sözü gedən ağardıcıdan alıb. Britaniya Diş Həkimləri Assosiasiyası araşdırmanın nəticələrindən dəhşətə gəldi.
göstərdiyini bildirib. Qanuna görə 0,1%-dən artıq peroksid yalnız qeydiyyatda olan diş həkimləri tərəfindən istifadə edilə bilər. Lakin BBC-nin laborator testləri bəzi məhsullarda bu göstəricinin 53%-ə çatdığını göstərib. Lancaster şəhərində olan 54 yaşlı Kelly House'un 2015-ci ildə gözəllik salonunda etdirdiyi ucuz ağardıcı prosedur nəticəsində 4 dişini itirib. O bildirib ki, prosedurdan sonra diş ətlərində ağrılar başlayıb və vəziyyət getdikcə pisləşib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə kimyəvi maddələr diş emalını məhv eləyir və ciddi yanıq riski yaradır. 2016-cı ildən etibarən Böyük Britaniyada qanuni həddi aşanlara limitsiz cərimə və məhkəmə cəzası tətbiq olunur. Koronavirus gəldi və getdi. Getdimi? Məncə yox. Elə məncə siz özünüz də hiss edirsiniz ki, tam getməyib. Onun bir çox insana təzyiqləri, təsirləri hələ də araşdırılmaqdadır. Məsələn, COVID-19-dan sonra insanların infarkt riski həddindən artıq çoxalıb. Bu barədə yeni bir araşdırma var, birlikdə baxaq. Son zamanlarda dünyanın bir çox ölkəsində aparılan sistemli araşdırma nəticələrinə görə COVID-19 və qriplə bərabər xroniki virus infeksiyaları, məsələn, insan immun çatışmazlığı virusu, hepatit C və sinokonji viral xəstəliklər, ürək xəstəlikləri və insult riskini kəskin artırır. Araşdırma çərçivəsində 155-dən çox elmi tədqiqat analiz edilib və müəyyən olunub ki, qrip infeksiyası zamanı ilk 7 gündə infarkt riski 7 dəfədən çox artır. Xronik infeksiyalarda uzun müddətli risk yaradır. Məsələn, insan immun çatışmazlığı virusu infeksiyaları olan şəxslərdə koronar ürək xəstəliyi riski 60%, insult riski isə 45% qədər artıb. Alimlər bildirirlər ki, viruslar damar sistemində iltihabi prosesləri stimullaşdıraraq damar divarlarını zədələyir. Qan daha asan vaxtalanır və bu hallar infarkt və insultu sürətləndirə bilər. Mütəxəssislər qeyd edir ki, pandemiya sonrası dövrdə virusların ürək-damar xəstəliklərinə təsiri daha çox diqqətlə alınmalıdır. Xüsusilə infeksiyadan sonra ilk həftələrdə riskin yüksək olması səbəbindən həkim nəzarəti artırılmalı və profilaktik tədbirlər gücləndirilməlidir. Dünyanın ən böyük canlısı deyəsən bizi ölümsüz edəcək. Söhbət balinalardan gedir. Necə olur ki, onlar heç virusa yoluxmurlar? Alimlər bu sualın cavabını axtarıb və deyəsən bizim DNT-mizdə xoşa gəlməz, uyğunsuz məqamları düzəltmək üçün balinalardan istifadə edəcəklər. Ümid edirəm kökü kəsilməkdə olan bu heyvanlar biz yaşayaq deyə tamamilə dünyadan silinməyəcək. DNT-ni bərpa edən möcüzə gen tapıldı. Nature jurnalında dərc olunan yeni tədqiqatda elm adamları Qrinland balinasının DNT bərpa mexanizmlərinin güclü olduğunu sübut edib. Bu nəhəng dəniz məməlisi 200 ildən çox yaşayır, 80 tonadək çəkisi olur. Onun xərçəngə səbəb olan mutasiyaların qarşısını alan və hüceyrələri qoruyan mexanizmlər çox güclüdür. Alimlər bu fenomenin sirrinin onun DNT sistemində gizləndiyini müəyyən edib. Araşdırmalar göstərib ki, Qrinland balinasının dəri hüceyrələri DNT zədələrini insan hüceyrələrinə nisbətən daha sürətli və dəqiq şəkildə bərpa eləyir. Bu hüceyrələrdə soyuq şəraitdə aktivləşən RNT bağlayıcı zülal adlı molekulun miqdarı xüsusilə yüksəkdir. Məhz bu zülal DNT zədələrinin dəridə qoruyucu struktur yaradır və hüceyrəni mutasiyalardan müdafiə edir. Tədqiqatçılar balinanın genini laboratoriyada insan hüceyrələrinə əlavə edib. Bu gen insan hüceyrələrində də işləyib və onları DNT zədələrinə qarşı daha dayanıqlı edib və mutasiyaların sayı azalıb. Mütəxəssislər düşünür ki, bu mexanizmin insanlarda da aktivləşdirilməsi yaşlanmanı ləngidə və yaşla bağlı xəstəliklərin başlanmasını təxirə salmağa kömək edəcək. Alimlər genimizi araşdırmağa davam eləyir. Daha nələr tapmadılar ki, artıq hələ doğulmamış uşağa təsir eləyib gözünün rəngini müəyyən edə bilirlər. İstənilən boyda uşağın doğulmağını tənzimləyə bilirlər. Ümumiyyətlə, istənilən şəkildə DNT-yə təsir edirlər. İndi də DNT-nin hansı hissəsi çəkimizə cavabdehdir? Necə edək ki, insan kök yox, arıq olsun? Bu sualın cavabını tapıblar və indən belə yəqin ki, piylənmə tarixə qovuşur.
Dünyada piyələnmə riskini müəyyən edən yeni sirlər. Yeni geniş miqyaslı genetik tədqiqat piyələnmə xəstəliyinin genetik əsaslarının fərqli xalqlarda niyə müxtəlif olduğunu aydınlaşdırıb. Pensilvaniya Dövlət Universitetinin alimləri tərəfindən Nature Communications jurnalında dərc olunan araşdırma 839 mindən çox fərqli yetkinin məlumatlarını təhlil edib. 6 qitədən olan qrupun genetik məlumatları əsasında piyələnmə ilə əlaqəli 13 gen müəyyənləşdirilib. Tədqiqatçılar qeyd edib ki, aparılan genetik işlər əsasən Avropa mənşəli iştirakçılar üzərində aparıldığı üçün digər xalqların genetik xüsusiyyətləri nəzərdən qaçıb. Alimlər Britaniya Biobankı və Amerika Birləşmiş Ştatının Olaf As proqramının məlumatlarını birləşdirərək nadir, lakin xəstəliyə böyük təsir edən genetik variantlar araşdırıb. Bu yanaşma nəticəsində 5 yeni piyələnmə geni əlaqələndirilib. Onlardan 4-ü bədən kütlə indeksini və ağır piyələnmə riskini 2 dəfəyədək artırır. Bu genlərdən çoxu beyin və piy toxumasında aktivdir və orqanizmdə yağ yığılması ilə əlaqəlidir. Araşdırma Amerika Birləşmiş Ştatının Milli Səhiyyə İnstitutları və Pensilvaniya Dövlət Universitetinin elmi mərkəzləri tərəfindən maliyyələşdirilib. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.